Milli Hidrometeorologiya Xidmətinin açıqladığı proqnoza görə fevralın 12-sində paytaxt və bölgələrdə hava əsasən sabit keçsə də bəzi məqamlar diqqət tələb edir. Bakı və Abşeron yarımadası. Sinoptiklərin məlumatına əsasən Bakıda hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə edilsə də gecə saatlarında bəzi şəhər ətrafı ərazilərdə zəif çiskin ehtimalı var. Cənub-qərb küləyi əsəcək ki, bu da temperaturun nisbətən mülayim qalmasına şərait yaradır. Paytaxtda temperatur gecə saatlarında 0-2 dərəcə isti, gündüz isə 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 mm civə sütunu səviyyəsində qalacağı, nisbi rütubətin isə gecə 70-75%, gündüz 60-65% təşkil edəcəyi bildirilir. Bu göstəricilər qış fəslinə uyğun sabit hava şəraitindən xəbər verir. Regionlarda vəziyyət. Rayonlarda da ümumilikdə yağmursuz hava üstünlüyü təşkil edəcək, lakin gündüz bəzi ərazilərdə qısa müddətli yağıntı mümkündür. Dağlıq bölgələrdə qar yağacağı ehtimalı var. Bundan əlavə bəzi yerlərdə arabir duman müşahidə oluna bilər ki, bu da xüsusilə sürücülər üçün ehtiyatlı olmağı tələb edir. Mülayim qərb küləyi əsəcək. Temperatur göstəricilərinə gəlincə bölgələrdə gecə 3 dərəcə şaxtadan 2 dərəcədə isti, gündüz 7-12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq yerlərdə isə 10-15 dərəcə şaxta gözlənilir. Gündüz saatlarında dağlarda temperatur 0-5 dərəcə şaxta təşkil edəcək. Xüsusi xəbərdarlıq. Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Bu səbəbdən həmin istiqamətlərdə hərəkət edən sürücülərə diqqətli olmaq tövsiyə olunur. Ümumilikdə fevralın 12-sində ölkə ərazisində qış fəslinə uyğun nisbətən sabit hava şəraiti gözlənilir. Lakin dağlıq ərazilərdə qar və buzlaşma ehtimalı fonunda ehtiyat tədbirlərinin görülməsi vacibdir.